Studiyamızın əlbəttə ki, qonağı ilə birgə Real Partiyasının sədri Natiq Cəfərli qonağımızda. Natiq bəy, zəhmət olmasa yaxınlaşın. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Natiq bəy, düzdür, dezinformasiyanın bir mərkəzi olmaq istəmirik, ancaq sosial şəbəkələrdə yayımlanan bu xəbərlə bağlı əgər fikriniz varsa, eşitmək istəyərdim. Müdafiə Nazirliyi narahatlığa əsas olmadığını deyir, amma bu eşidilən səslərin dron səsi olmayacağını və yaxud da olmama ehtimalından da danışırlar. Sizin fikrinizcə belə bir təhlükə varmı hazırda Azərbaycan üçün hansısa bir formada? Əslində yanı başımızda gedən müharibədə istənilən və Naxçıvan hadisələrindən sonra istənilən belə deyək də hadisəyə hazır olmalıyıq. Amma mən düşünürəm ki, yaxşı olardı ki, rəsmi açıqlamanı gözləyək. Yəqin ki, əlaqədar dövlət və hökumət orqanları bununla bağlı araşdırmalar aparırlar. Hansısa bir formada, rəsmi açıqlamada çox güman ki, olacaq. Çünki indi versiyaları səsləndirməklə biz heç nəyə yardımcı ola bilməyəcəyik. Təşviş yaradar cəmiyyətdə. Əlbəttə, yəni bu insanlar gözləsinlər. Çox güman ki, yaxın saatlarda bununla bağlı geniş bir açıqlama olacaq. Natiq bəy, o zaman biz açıqlanan istiqamətlər üzrə danışaq. Elə Donald Trump deyir ki, bu müharibənin bitməsini İran istəyir. Ancaq hələ ki, tam da yaxın deyilik bu razılaşmaya. İran tərəfi isə əksini iddia edir. Trumpın müharibəni bitirmək üçün həll variantları axtardığını düşünür. Hansı senari daha real görünür? Əslində, müharibə başlayan gün, elə ondan sonra da bir neçə dəfə Donald Trump'ın belə bir açıqlaması olmuşdu ki, bu müharibə hardasa 4-5 həftə davam edəcək. Yəni, hücumların 4-5 həftə davam etməsi ilə bağlı açıqlaması var idi. Yəqin ki, bu müəyyən hesablamalar da aparılıb və hələ ki, 2 həftədən biraz çox keçib, 15 gündür bu münaqişə başlayıb. Ona görə də son məqsədə çatmaq üçün hansısa bir addımların işartıları görünəndə Amerika Birləşmiş Ştatları çox güman ki, müharibənin bitdiyini və özünün qalib gəldiyini elan edəcək. Çünki bu ayın sonu gələn ayın əvvəlində də bir Çinə səfəri var Trump'ın. Çinə səfər öncəsində belə yarımçıq qalmış bir münaqişə ilə getməyi yəqin ki, istəməz. Ona görə də yəqin ki, hələ bir 10 gün, 15 gündə bu ayın sonuna qədər müəyyən dərəcədə bu İran ətrafında gərginliyin artmasının şahidi olacaq. Burada problem ondan ibarətdir ki, bu anlaşmanın motivləri ilə bağlı çox ciddi dedikodu var dünya mediasında. Yəni, aydın məsələdir ki, İran təslim olmayacaq. Yəni, əlini qaldırıb, mən təslim oldum deməyəcək. Belə bir senari demək olar ki, mümkün deyil. Amma hansı anlaşma Amerika Birləşmiş Ştatlarını qane edəcək? Bu, mənə elə gəlir ki, elə Hörmüz boğazı və logistik xətlər üzründə olacaq. Yəni, orada bir anlaşma olsa, orada bir Amerikanın belə deyək, bloklayıcı səs çoxluğu yaransa, həmin o boğazlar və logistik yollarla bağlı qərar vermə mexanizmində Amerikanın iştirakı təmin olunsa, mənə elə gəlir ki, bu münaqişənin bitməsi üçün ən azından əsas yaranacaq. Ona görə də düşünürəm ki, əsas problemlər və əsas məsələlər elə logistik yollar üzərində və Hörmüz boğazı üzərində yoğunlaşacaq danışıqlarda. Natiq bəy, bir də Xarq adasında yerləşən neft infrastrukturunun hədəfə alınması ilə bağlı bəzi senariləri, bəzi planları Donald Trump'ın nəzərdən keçirdiyi deyilir. Xarq adasına hücum olundu, amma neft infrastrukturu məsələsi İran üçün həssas bir məqamdır. Bu yöndə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump quru əməliyyatı da icra edə bilər deyilir. Nə qədər buna ehtimal vermək olar? Birincisi, həmin adada yerləşən neft infrastrukturu İranın təqribən 80%-ə yaxın neft ixracatını təmin edən infrastrukturdur. Hətta 90 deyənlər də var. Bəli, amma ən azından 80%-i həmin adadan göndərmək mümkündür. Çünki 20% digər bölgələrdə infrastruktur vasitəsilə göndərmək olar. Amma orada daha rahat olduğu üçün 90%-ə yaxın həmin adadan göndərilir. Yəni, digər yerlərdə də infrastruktur var. Amma niyə ora vurulmadı? Yəqin ki, bu danışıqlar predmetinin bir hissəsidir. Və ümumiyyətlə gələcəkdə İranla anlaşma olacaqsa, geniş bir anlaşma olacaqsa, o infrastruktur elə Amerika Birləşmiş Ştatlarına da lazım olacaq da. İran neftinin dünya bazarına çıxarılması üçün, əgər burada Amerikan şirkətləri gələcəkdə iştirak eləyəcəklərsə, hansısa bir formada yatırımlar olacaqsa, uzaq perspektivdə olsa, hələ ki elə görünmür, amma ən azından ona doğru gedə bilər. O zaman həmin infrastrukturdan Amerika şirkətləri də istifadə edə bilər. Həm də İran üçün çox həssas olduğundan, həmin infrastrukturun belə deyə, yerlə yeksan olunması İranın neft ixracatını sıfırlayacaq az qala. Ona görə İran üçün də həssasdır və danışıqlarda belə bir təzyiq vasitəsi kimi istifadə edə bilər Amerika Birləşmiş Ştatları. O ki, qaldı quru əməliyyatlara. İranın tamamında və yaxud da İran üzərində quru əməliyyatların aparılması senarisi
həddindən artıq absurd görünür indi. Çünki İran 90 milyonluq bir ölkədir, böyük əraziyə malikdir, həddindən artıq böyük əraziyə malikdir. Orada hansısa bir formada böyük quru əməliyyatların aparılması mümkün deyil. Hansısa bir nöqtə əməliyyatların olması və yaxud da infrastruktur yolları ilə bağlı və yaxud da logistik yollarla bağlı deyilənə görə 5000 dəniz piyadası gətirilir bölgəyə. Onların iştirakı ilə hansısa bir kiçik çaplı əməliyyatların olması mümkündür. Belə bir əməliyyatlar hətta ola bilər. Amma bu böyük riskdir Amerika Birləşmiş Ştatları üçün də, Trump üçün də. Çünki itkilər artsa, indi hələlik 9 nəfər Amerika vətəndaşının, əskərinin həlak olduğu ilə bağlı xəbərlər var. Əgər belə bir əməliyyat zamanı itkilər artsa, Amerika Birləşmiş Ştatları prezidenti daxildə çox böyük bir etirazla, təzyiqlə üzləşəcək. Ona görə də bu risklərə getməsini o qədər də ehtiyac varmı? Mən açıq şübhə ilə yanaşıram. Amma bir təzyiq vasitəsi kimi istifadə edə bilər. Yəni İranla danışıqlarda görürsünüz, bizim artıq quru qoşunlarımız da, dəniz piyadalarımız da hazırdır. Biz istəsək bəlli nöqtələri ələ keçirə bilərik. Gəlin anlaşaq kimi bir təzyiq vasitəsi kimi həmin o dəniz piyadalarından da ümumiyyətlə bu xəbərlərdən də istifadə edə bilər. Natiq bəy, istəyərdim ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın da fikirlərini Hörmüz boğazı ilə bağlı ekrana gətirək və deyir ki, əgər Hörmüz boğazındakı səylərə qoşulmaq çağırışına cavab gəlməsə və yaxud da bu cavab mənfi olsa, düşünürəm ki, NATO-nun gələcəyinə çox pis təsir göstərəcək. Bir də İranın Xarici İşlər Naziri Abbas Araqçının açıqlaması var. Buna da diqqət yetirək. Daha sonra isə hər iki istiqamətdə fikirləri davam etdirəcək. Ədalətli və bərabər hüquqlu razılaşmanın tamamilə əldə edilə biləcəyini nəzərə alsaq, Birləşmiş Ştatlar prezidentinə yanlış tövsiyələr verənlər tökülən qana görə məsuliyyət daşımalıdırlar və yaxın şərqdəki eskalasiya həm İran, həm də Amerika xalqına zorla qəbul elətdirib. Yəni, Amerika Birləşmiş Ştatlarını bundan çəkindirməyə çalışırlar bir növ. Hörmüz boğazı ilə bağlı məsələyə də münasibət bildirdi ki, NATO-nun gələcəyinə çox pis təsir göstərəcək. Onsuz da NATO ilə bağlı müəyyən narahatlıq, narazılıq deyək var. Bundan bir bəhanə vasitəsi kimi istifadə oluna bilərmi? Nə düşünürsünüz? Amerika Birləşmiş Ştatları NATO-nun hardasa 70%-dir. Yəni, zaten Amerika Birləşmiş Ştatları olmasa NATO yoxdur. Yəni, həm büdcəsinin, həm infrastrukturunu götürsək, hardasa 65-70%-ni Amerika Birləşmiş Ştatları təşkil edir. Amerika Birləşmiş Ştatlarının indiki administrasiyasının NATO ilə bağlı fikirləri tam fərqlidir əvvəlki administrasiyalara nisbətən. Və ümumiyyətlə NATO-nun bir Amerika Birləşmiş Ştatları tərəfindən maliyyələşən təhlükəsizlik çətiri olması konsepsiyasına qarşıdır Trump. Elə Avropa Birliyi ilə aralarında fikir ayrılığının olması, bugün Avropa Birliyi ölkələri və yaxud da Britaniyanın Amerikanın çağırışlarına ilk dəfədir səs verməməsi, bir addım atmaması bu qarşıdurmanın nəticəsidir əslində. Yəni, bu tək İran məsələsi ilə bağlı deyil. Hətta keçən ilin fevralında J.D. Vance'in Münxen konferansındakı çıxışından sonra bəlli bir gərginlik var Amerika Birləşmiş Ştatları ilə Avropa arasında. Ona görə də mənə elə gəlir ki, Trump'ın bu çağırışı həm də belə oxuna bilər ki, baxın, gəlin bir yerdə çözək Hörmüz məsələsini. Əgər siz gəlməsəniz, mən tək çözsəm, sonradan sizin oradakı iştirakınızdan da mən pay alacağam. Və mən bunu belə oxuyuram. Yəni, gəlin bir yerdə çözək, ya da əgər mən anlaşsam, hansısa orada keçidlə bağlı, hansısa pay və yaxud da söz sahibi olsam, sizin gəmilərinizin oradan keçirilməsi üçün müəyyən rüsumlar olacaq, rüsumlar tətbiq olunacaq. Bu Trump'ın stilinə çox yaxındır, uyğundur. Ona görə də yəqin ki, belə bir açıqlamanın biz yaxın gələcəkdə bu açıqlamadan sonra görə bilərik. Hörmüzlə bağlı problem də ondan ibarətdir. İran üçün problem ondan ibarətdir ki, İranın iki tərəfli qapısıdır Hörmüz. Yəni, bir tək neft-qaz məsələsi deyil ki, İranın xarici ticarətinin 80-85%-i həmin bölgədən Bəndər Abbas limanından və digər limanlardan təmin edilir. Yəni, İranın daxilində də qıtlığın yaranması təhlükəsi yaranır. O, neft-qaz gəmilərini buraxmadıqca və yaxud da maneələr yaratdıqca İrana gələn gəmiləri də Hörmüz boğazından bir xeyli aralı yerləşən, amma boğazın girişində özünə yer tutan Amerika gəmiləri də İrana gedən gəmiləri buraxmır. Yəni, burada bax, iki tərəfli belə bir problem yaranır. Hörmüzlə bağlı, hüquqi statusla bağlı artıq az qala bir 40 ildən çoxdur ki, danışıqlar gedir. Çünki 82-ci ildə Beynəlxalq Dəniz Konvensiyası qəbul olunanda hər bir ölkənin 12 dəniz mili öz ərazi sularının olduğu təsbit olunur. 12 dəniz mili haradasa 22 kilometrə yaxındır da. Yəni, Omanla
orada ən dar bölgə də 33 kilometrdir. Omanla İran arasındakı məsafəyə hər iki tərəfin 22 kilometr öz ərazi sularını təsbit etməyə yaramır. Yəni orada dəniz hüququ işləmir. Ona görə də hardasa 85-86-cı ildə ümumi bir razılığa gəldilər ki, tamamilə maneəsiz keçid təmin olunsun orada. İndi həmin o maneəsiz keçid təmin olunması müşkülə düşüb. İranı da anlamaq olar ki, İran bundan da bir təzyiq vasitəsi kimi istifadə edib, danışıqlarda üstünlük qazanmaq istəyir. Amma bundan bütün dünya iqtisadiyyatı çox ciddi şəkildə ziyan görür. Ona görə də bu Hörmüz məsələsi bu müharibənin kilit nöqtəsidir. Yəni bu məsələnin necə həll olunması uzun müddətlik heç bir ölkənin həmin ərazilərə belə deyək də, təhdid yaradaraq dünya iqtisadiyyatında böhranların yaratmasına imkan verməyəcəklər. O məntiqlə baxsaq, Oman da eyni şey edə bilər də. Yəni sabah Oman da deyə bilər ki, mən bağlayıram Hörmüz boğazını, çünki mənim də ərazi sularımdan keçir. Yəni bax belə bir president olmasın deyə gələcəkdə çox güman ki, bu müharibənin son nöqtəsi məsələ Hörmüz boğazı ilə bağlı yeni bir hüquqi prosedurların yaranması, anlaşmaların yaranması ilə çox güman ki, yekunlaşacaq. Natiq bəy, bir də Amerika Birləşmiş Ştatlarının energetika nazirindən açıqlama var. O müharibənin nə qədər davam edəcəyi ilə bağlı ehtimallar səsləndirib, açıqlamanı işləyək, daha sonra sizinlə müzakirəmizi davam etdirəcəyik. İranın hərbi imkanlarını tam şəkildə zərərsizləşdirmək üçün təxminən 4-6 həftə vaxt lazım ola bilər. Yanacağın qiymətinin düşməsinə gəlincə isə onu demək olar ki, müharibə şəraitində heç nəyə tam zəmanət yoxdur. Vaxt çərçivəsi də hələ tam aydın deyil. Amma düşünürəm ki, bu administrasiyanın qarşısına qoyduğu hədəflərdən biridir və buna nail olmaq tam mümkündür. Hörmüz boğazı da hazırda təhlükəsiz deyil. Bu münaqişə başa çatdıqdan sonra qarşıya qoyulan əsas məqsədlərdən biri də oranı yenidən açmaqdır. Münaqişə başlayandan bəri İran boğazından keçən enerji və yük axını məhdudlaşdırılır. Eyni vəziyyət bugün də davam etməkdədir. Bəli, Natiq bəy, siz də dediyiniz kimi Hörmüz boğazı hazırda ən kritik, nüanslı söyləyə bilərik. İran da bunun fərqindədir deyə məhz bu nöqtəni daha da gərginləşdirir ki, müharibə dayansın, ona qarşı atılan addımlar səngisin. Ancaq müharibənin 4-6 həftə davam edə biləcəyi ilə bağlı proqnozlar səsləndirilir və müharibənin 4 həftə davam edəcəyi ilə bağlı elə ilk günlərdən Donald Trump açıqlama vermişdi. Bəs uzanacağı halda varmı? A senarisi bəllidir, B senarisi varmı sizcə Amerika Birləşmiş Ştatlarında və ya İranda? İndi dünya mediasında da yavaş-yavaş belə bir məsələ gündəmə çıxır ki, orada bir humanitar böhran yaranır. Çünki doğrudan da məsələn 45 milyonluq İraqı götürsək, onun da təchizatı, tək neft qazı yox, ümumiyyətlə təchizatı Hörmüz boğazı vasitəsilə Bəsrə körfəzindən və Bəsrə şəhərindən həyata keçirilirdi. İndi orada gəmilər gəlmir. 6-7 ölkənin logistikası iflic vəziyyətə düşüb. Ona görə də belə bir xəbərlər yayılır ki, artıq humanitar böhran yarana bilər, aclıq yarana bilər və bu müharibənin dayandırılması üçün belə bir abu-havanın yaradılmasına da ehtiyac var. Hörmüz boğazı ilə bağlı gələcəkdə veriləcək qərarlara. Bu da İrana bir təzyiq vasitəsidir ki, həm özvə, həm qonşularına böyük bir humanitar böhran yaradırsan. O ki, qaldı yanacaq qiymətlərinə və hansı ki, dünyada bu dəqiqə çox müzakirə olunur. Bunu iki tərəfli yanaşmaq lazımdır. Birincisi, ona təbii ki, belə bir münaqişə neftlə zəngin bir bölgədə, neft hasilatının 30%, daşınmasının isə 20%-nin həyata keçirildiyi bir bölgədə olursa, təbii ki, qiymətlər artmalı idi. Bugün də 103-104 dollardır Brent markalı neft. Münaqişədən sonra bunun enməsi ehtimalı yüksəkdirmi? Bəli, çox yüksəkdir. Amma bugün bir müddət bu baha neft qiymətləri uzun müddət davam etməsi ehtimalı da var. Niyə var? Çünki körfəz ölkələrinə də çox böyük ziyan dəyib. Həddindən artıq böyük ziyan dəyib, milyardlarla ölçüləcək ziyan dəyib. Bir müddət qiymətin yüksək olması, ən azından yay aylarına qədər, onların o ziyanlarının da kompensasiya edilməsinə yardımcı olacaq məncə. Ona görə də münaqişə bitənin günü həmən də neftin qiyməti əvvəlki 65-70 dollara qayıdacaq. Mənə elə gəlir ki, bu senari işləməyəcək. Amma ən azından 100 dollardan aşağı düşməsi, sonradan 90 dollardan aşağı düşməsi yay aylarına qədər belə bir gedişat mümkündür. Amerika Birləşmiş Ştatlarının istəyi də ondan ibarətdir ki, artıq az xərclə dünyanın vacib logistik nöqtələrinə və enerji qaynaqlarına nəzarət etməyə çalışır. Bu alınacaq, alınmayacaq ikinci dərəcəli məsələdir, amma ən azından strategiyanın bu yöndə olduğu görünür. Yəni, hər yerdə milyardlarla vəsait xərcləyib böyük bazalar qurmaqdansa, böyük hərbi kontingentlər saxlamaqdansa, artıq o açar nöqtələrə nəzarət etməyi təmin edərək, orada nəzarəti həyata keçirərək dünyada az xərclə daha çox
belə deyək, nüfuz sahibi olmaq strategiyasına keçib. Və bu İran burada ən vacib nöqtələrdən biridir. Əgər İranda da alınsa, mənə elə gəlir ki, növbəti anlaşma Tayvan ədası ətrafında və Tayvan keçidi ətrafında olacaq. Çünki Tayvan boğazından da dünya normal ticarətinin az qala yarısından çoxu həmin o boğazlardan keçir. Yəni ona görə də belə bir nöqtə atışlarla Amerika Birləşmiş Ştatlarının strategiyası dünyanın enerji və logistik nöqtələrinə nəzarəti gücləndirmək strategiyasıdır. İndi alınacaq, alınmayacaq, yenə deyirəm, ikinci dərəcəli məsələdir. Natiq bəy, bir də İsrail ordusunun sözçüsündən açıqlama var, mümkün hədəflərlə bağlı. Açıqlamanı eşidək, müzakirəmizi davam etdirək. אנחנו מפשיטים את המשטר מיכולותיו הצבאיות. Müharibə başlayandan bəri İranın 700-dən çox raket sistemini real vaxt rejimində vurmuşuq. Bununla biz onların atəş imkanlarını azaltmağa nail olduq. Balistik raket buraxılış qurğularının 70%-dən çoxunu sıradan çıxarmışıq. İrana aid İsrail ərazisinə göndərilən bütün pilotsuz uçuş aparatları vurulub. Biz raketlər və buraxılış qurğularının izlənməsini davam etdiririk. Zərbə indirdiyimiz 3-cü komponent İranın nüvə layihəsidir. Ümumi olaraq İranda 2000-dən çox hədəf vurulub və bunda 10.000-dən çox müxtəlif sursat istifadə olunub. אני משתתף בצערן של משפחות. Bəli, əslində eyni statistik, bənzər statistik məlumatlar elə İrandan da var. Həm Amerika Birləşmiş Ştatlarının, Körfəz ölkələrindəki bazalarının vurulması baxımından, həm də elə Təl-Əvivin özünün vurulması anlamında. Bir də Fransa prezidenti Emmanuel Macronun telefon danışığı olub Məsud Pezeşkiyanla. Məsud Pezeşkiyanla telefon danışığında İranın bu hücumlarını qəbul edilməz adlandırmışıq deyir. Varmı Avropa ölkələrinin ümumiyyətlə İrana təzyiq imkanları bugün, xüsusilə də Fransanı deyək? Çünki Fransa ilə gizli əlaqələrin olduğu iddia olunur. Ən azından tarixi belə bir əlaqələrin olduğu bilinir. Avropa Birliyi ölkələri baxır nə istəyir bu münaqişədə. Çox qəribədir onların mövqeyi də. Onlar düzdür, mən deməzdim ki, İran tərəfdədirlər, belə absurd səslənərdi. Amma Amerika Birləşmiş Ştatları prezidentinin biraz yıpranmasını istəyirlər. İstəyirlər ki, biraz hegemoniyasını açıq desək azalsın, biraz zəifləsin və noyabrda da seçkilər, ara seçkilər gəlir Konqresə. Orada da uduzsun və belə Amerikada Konqresdə və Senatda çox böyük üstünlüyü olmayan prezidentlərə bir axsaq ördək deyirlər. Yəni elə bir vəziyyətə düşsün ki, heç bir şey edə bilməsin. Bu da Avropa ölkələrinin bir strategiyası ola bilər açığı. Bu münaqişədən bu qədər uzaq qalmaları, bu qədər belə deyək də kənarda durmaq cəhdləri həm də onunla izah edilə bilər ki, Trumpın bir növ nüfuzdan düşməsi, bir növ daxildə Amerikada kifayət qədər səs itirməsi hesabına da bu münaqişənin həllində Amerikanın da zəifləməsi belə bir hədəf ola bilər. Amma Avropanın edə biləcəyi bir şey də var ki, İranla danışıqlarda gələcəkdə İran açılacaqsa, əgər bir sivil keçid baş verəcəksə, Avropa Birliyi ölkələri üçün İran həddindən artıq önəmli və maraqlı ölkədir. Yəni İranın enerji resurslarını nəzərə alsaq, Rusiyanın kəsilən Rusiya enerji resurslarını Avropada əvəz edə biləcək yeganə ölkə İrandır. Həm qaz, həm neft anlamında, çünki ehtiyatları həddindən artıq çoxdur. 16-cı ildə Altılıq anlaşması olanda Obamanın dövründə həmən anlaşmadan həmən sonra artıq Avropa ölkələri ilə İran arasında 200 milyard dollarlıq bir yatırım müqavilələri memorandumu imzalanmışdı. Düzdür, sonradan Trump anlaşmanı ləğv edəndən sonra bu reallaşmadı. Amma görünən odur ki, Avropa ölkələrinin belə bir ciddi marağı var. Və maraq da ondan ibarətdir ki, əgər Amerikanın təsirləri zəifləyəcəksə gələcəkdə, həmin bölgədə mütləq və mütləq Avropa şirkətləri olsun. Hətta mən düşünürəm ki, münaqişədən sonra Avropa şirkətlərinin özləri arasında da bir rəqabət yaranacaq. Fransa ilə Britaniya arasında ciddi bir rəqabət yaranacaq. Necə ki, şah dövründə ciddi bir rəqabət var idi və ona görə də fransızlar daha çox inqilaba dəstək verdilər. Hətta o vaxtki inqilabın lideri Parisdən Tehrana gəlməsinin də şahidi oldu. Natiq bəy, çox təşəkkür edirik sizə, minnətdarıq studiyamıza gəldiyiniz üçün.